19-cu fəsil. Katrin səhər yeməyinə gəlmədi. Atası onun istirahət etdiyini dedi və yeməyi birbaşa qızın otağına apardılar. Qalan 9 nəfər xoş ovqatla qəlyanaltı edir, bir-birlərinə son xəbərləri danışırdılar. Otaqlarda peyk antenalı televizorlar quraşdırılmışdı. Dünən kişilərin demək olar ki, hamısı futbol üzrə Avropa Kubokunun seçim oyunlarına baxmışdı. Həmin oyunlar yalnız Mackenzie'ni maraqlandırmırdı. O, dünən Amerika futbolu üzrə yarışmalara tamaşa etmişdi. Səhər yeməyindən sonra Mackenzie ilə Şamplen şəhərə getdilər. Seyircük sənədləri hazırlamağa başladı. Galescu harasa çıxıb getdi. Onu heç kim tapa bilmirdi. Saat 1-də Mackenzie ilə Şamplen qayıtdılar və özləri ilə Monsieur Lernon imzaladığı sənədləri gətirdilər. Həmin sənədlərdə Leroy Renat Şəripovun xeyrinə vəsiyyətnamənin hazırlanmasını xahiş edirdi. Renat Şəripov da öz növbəsində Monsieur Lernon onun varisi elan olunduğu sənədləri imzalamağa başladı. Bu zaman Serduk qaydalara əsaslanaraq soruşdu ki, Şəripovun miras hüququndan məhrum edilə bilməyən başqa qanuni varisi varmı? Digər notariuslar gülümsədilər. Mənim həddi buluğa çatmayan qızım var, lakin biz onun anası ilə hələ miras alınmamışdan əvvəl boşanmışıq. Renat cavab verdi. Bu sizin sənədlərdə qeyd olunub, Serduk bildirdi. Başqa varisiniz yoxdur ki, Şamplen dəqiqləşdirmək istədi. Bir də mənim arvadım var, Renat gülümsədi. Keçmiş arvadınızın sizin sərvətinizə iddia etmək hüququ yoxdur. Siz onunla boşanmısınız. Miras aldığınız zaman isə o artıq sizin arvadınız olmayıb. Serduk izah etdi. Siz məni anlamadınız, Renat dedi. Mən ikinci arvadımdan danışıram. Biz bir neçə gün bundan əvvəl nikah bağlamışıq. Ortaya dərin bir sükut çöktü. Hətta hansısa hörümçəyin küncdə divarı necə cırmaqladığı belə eşidilirdi. Notariusların üçü də heyrətlə Şəripovun üzünə baxırdı. Necə yəni nikah bağlamısınız? Serduk titrək səslə soruşdu. Nə üçün bu barədə bizə məlumat verməmisiniz? O halda belə çıxır ki, siz həyat yoldaşınızın yazılı razılığı olmadan aktivlərinizin hamısını cənab Leroy'a verə bilməzsiniz. Serdukun narahatlığına başa düşmək olardı. Alacağı böyük məbləğdə xidmət haqqından mərhum ola bilərdi. Digər notariusların vəziyyəti də ondan yaxşı deyildi. Belə çıxır ki, verə bilmərəm. Renat onunla razılaşdı. Lakin düşünürəm ki, bu məsələdə heç bir problem olmayacaq. Mən sizə sabah onun yazılı razılığını təqdim edəcəyəm. Bugün isə gəlin vəsiyyətnamələrlə işimizi bitirək. Siz öz vəsiyyətnamənizi də təsdiqləyə bilməzsiniz. Mackenzie söhbətə müdaxilə etdi. Əgər siz evlisinizsə, hətta belə bir vəsiyyətnamənin tərtib olunması da qanunsuz hesab ediləcək. Nə üçün? Çox sadə bir səbəbdən, Serduk qeyd etdi. Xatırladığıma görə Rusiya qanunlarına əsasən siz öz arvadınızı miras hüququndan mərhum edə bilməzsiniz. Ona görə də sizin başınıza bir iş gələrsə və varisiniz kimi yalnız cənab Voldemar Leroy qalarsa, arvadınız vəsiyyətnamənizə etiraz edə bilər. Çünki siz onunla nigaha bu vəsiyyətnamənin imzalanmasından əvvəl girmişsiniz. Deməli, belə bir sənədə qol çəkməyə ixtiyarınız olmadığını dərk etmişsiniz. Üstəlik, onun razılığı olmadan başqa sənədləri də imzalaya bilməzsiniz. Zənnimcə, bütün lazımi sənədlərin imzalanması üçün sizin arvadınızı təcili olaraq bura, Antiguaya dəvət etməliyik. Qətiyyən, Renat etiraz etdi. O sadəcə mənə Rusiya notariusu tərəfindən təsdiqlənmiş yazılı vəkalətnamə göndərəcək. Gəlin fasilə verək, Şamplen təklif etdi. Renat masanın arxasından qalxıb öz otağına çıxdı. Elə bu vaxt telefonu zəng çaldı. Nə tez, deyə fikirləşdi. Deməli, notariuslardan hansısa artıq bacısı oğlunun işi yubandıran addımını Qulişenkoya çatdırıb. Sən nə edirsən? Qulişenkonun həmişəki boğuq və əsəbi səsi eşidildi. Sənin arvadın hardan peyda oldu? Haradan peyda oldu? Sənin ağlından nə keçir? Dəli olmusan? Sən elə bilirsən ki, bu cür şeylərlə oynamaq olar? Sadəcə mən bir qadını sevmişəm və onunla evlənmək qərarına gəlmişəm. Renat bildirdi. Nədən narazı olduğunuzu başa düşmürəm. Ağlını başına yığ. Qulişenko hirsləndi. Qoy o sabah sənin gələcək mirasına hər hansı iddialarından imtina etdiyini bildirən yazılı təsdiqnamə göndərsin. Sabah axşamacan. Əgər göndərməsə, biri gün yenə də dul qalacaqsan. Hər şeyi anladın? Renat İnnanın başına nə iş gələ biləcəyini çox aydın təsəvvür etdi. Həm də başa düşdü ki, bu adi hədə qorxu deyil.
Gulşenko öz pullarını geri qaytarmaq üçün hər şey edəcək. Heç nədən çəkinməyəcəkdi. Yüzlərlə başqa insanın həyatı kimi İnnanın həyatının da onun üçün heç bir dəyəri yox idi. Siz bu barədə nə tez eşitdiniz? Bunu sizə kim xəbər verdi? Bunun sənə dəxli yoxdur. Yaxşısı budur, arvadının məktubunu tez təşkil etməyin qayğısına qal. Sənin cəmi bir sutka vaxtın var. Axı bunu nə üçün etmisən? Həmişə öz başına bəla axtarırsan. İstədim ki, başıma bir iş gəlsə, onun mənim mirasıma haqqı çatsın. Sən həddən artıq ağıllı və tədbirli olmuşsan. Bu qədər ağıllı olmaq lazım deyil. Sağlamlığa zərərdir. Sənin cəmi bir sutka vaxtın var. Yadından çıxartma ki, sabah axşamacan biz həmin məktubu almasaq, sən özünü yenə subay hesab edə bilərsən. Kərim hələ Moskvadadır. O hər şeyi lazım olduğu kimi edəcək. Gulşenko söhbəti bitirdi. Çox tez xəbər tutdu. Renat yenə fikirləşdi. Çalışıb öyrənmək lazımdır ki, ona kim zəng vurub. O öz otağından çıxıb aşağı düşdü. Masanın arxasında yalnız Mackenzie oturmuşdu. Digər notariuslar yox idi. Onlar haradadır? Renat ingilis dilində soruşdu. Cənab Seyircük dərman qəbul etməyə getdi. Mackenzie cavab verdi. Cənab Şamplen isə qızının otağına çıxdı. Onlar kiməsə zəng etdilərmi? Mənim yanımda heç kimə. Renat yorğun halda oturdu. Sonra başını qaldırıb Mackenzie'yə baxdı. Siz bu səhər şəhərə getmişdiniz. Orada Monsieur Leroux ilə görüşdünüzmü? Mənə dediniz ki, dünən onunla söhbət etmişsiniz. Dünən danışmışam. Mackenzie başını razılıqla tərpətdi. Telefonla. Bugün isə onu görməmişəm. Bəs onun imzaladığı sənədləri haradan almışsınız? Onları bugün səhər mənim ofisimə veriblər. Biz paytaxta getdiyimiz zaman. Mr. Mackenzie, siz çoxdan paytaxta yaşayırsınız? Doğulduğum gündən, xeyli vaxtdır. Bəs notarius kimi çoxdan işləyirsiniz? Çoxdan, 30 ildən artıqdır. Nə üçün soruşursunuz? Əlinizi mənə verin, Renat xahiş etdi. Mackenzie əlini irəli uzatdı. Renat onu diqqətlə gözdən keçirdi. Dərinin rəngini bu dərəcədə dəyişdirmək mümkün olan şeydirmi? Səs tembirini, gözün quruluşunu, yerişi, doğrudan mı Gulşenko zənciyə çevrilməyə razılıq verə bilərdi? Yox, heç vaxt. Sakitləşdiniz? Mackenzie kinayə ilə soruşdu. Bunu nə üçün edirsiniz? Fikirləşirsiniz ki, mən özümü qələmə verdiyim adam deyiləm. Amma bu ağılsızlıqdır. Bu adada küçədəki itlər də məni tanıyır. Amma o biri iki notariusu heç kim tanımır. Sizin Roman jurnalisti də heç kim tanımır. Yəqin ki, o heç jurnalist də deyil. Nə üçün jurnalist deyil? Renat ehtiyatlandı. O yaxşı ovçudur, Mackenzie bildirdi. Günlərlə təpələrin arasında dolaşıb dovşanlara güllə atır. Əgər o jurnalist olsaydı və etnografik material toplasaydı, özünü belə ağılsız aparmazdı. Maraqlıdır. Renat qeyd etdi. Deməli, siz onun jurnalist olmadığını fikirləşirsiniz? Buna əminəm. İyni ilə sizin uşaqlar kimi, siz onların hüquqşünas olduğunu deyirsiniz. Amma onlar hüquqşünas deyil, adi cangüdənlərdir, elə deyilmi? Amma sizin kətibəniz məndə hörmət oyadır. Bəlkə də həqiqətən sizə kömək edir, amma o qadın həddən artıq seksualdır. Səhv etmirəmsə, belə deyirlər. Siz də diqqətli adamsınız, Renat başını tərpətdi. İndi bilirəm ki, sizə etibar etmək olar. Yaxşı olar ki, təkcə özünüzə etibar edəsiniz. Mackenzie məsləhət gördü. Onda daha rahat olarsınız. Həm də arxayın. Renat razılıqla başını tərpətdi və yenidən sıçrayıb yuxarı öz otağına qaçdı. Anzorla Paveli yanına çağırdı. Həmin Rumin jurnalisti axtarıb tapın. Şəripov tapşırdı. O özünü qələmə verdiyi adam deyil. Amma nəzərə alın ki, silahlı ola bilər. Axtararıq. Anzor başını tərpətdi. Tapanda nə edək? Heç nə. Bura gətirin. Mən özüm onunla danışacağım. Anzorla Pavel bir-birinin üzünə baxıb otaqdan çıxdı. Otaqdan çıxdılar. Onlar getdikdən sonra Renat Tamaranın yanına çağırdı. Sən mənim mərhum dayımı neçə dəfə görmüsən? Deyə köməkçisindən xəbər aldı. Dəqiq xatırlamıram. Hardasa 5 dəfə olar. Nə üçün soruşursunuz? Sən onun yerişinin hansısa xarakterik bir cəhətini xatırlamırsan ki? Ya da hansısa vərdişlərini,
Bəlkə gözlərini tez-tez qıyırmış ya da özünə məxsus tərzdə gülümsəməyi varmış. Yox, Tamara fikirləşib başını buladı. Elə bir şey xatırlamıram, amma pulu ya da kağızı xüsusi tərzdə götürürdü. Bütün barmaqları ilə deyil, kəlbətinlə tuturmuş kimi 2 barmağı ilə qaldırırdı. Baş və şəhadət barmaqları ilə. Mən hələ o vaxt buna fikir vermişdim. Siz bunu nə üçün soruşursunuz? O ki, çoxdan ölüb. Sadəcə maraqlıdır. Şəripovun ağlına da gəlməzdi ki, bu onların sonuncu söhbətidir və sualları ilə özü də bilmədən gənc qadını təhlükəyə atır. Elə bu vaxt Plavnik özünü Şəripovun otağına atdı. Onun üzündə çaşqın ifadə vardı. Siz nə üçün evləndiyinizi hamıya xəbər vermişsiniz? Yusif Barsoviç bir qədər nəfəsini dərdikdən sonra onu danladı. Axı özünüz demişdiniz ki, bu barədə heç kim bilməməlidir. Nə üçün hər şeyi danışmısınız? Siz yox idiniz. Notariuslar isə mənə izah etdilər ki, arvadımın razılığı olmadan aktivlərin Leruya verilməsini rəsmiləşdirməyə ixtiyarım yoxdur. Onlara heç nə demək lazım deyildi. Plavnik şikayətli səslə bildirdi. İndi notariuslar tələb edirlər ki, aktivlərin Monsieur Leruya verilməsinə dair arvadımızın yazılı razılığını onlara təqdim edək. Bizim böyük çətinliklərimiz ortaya çıxıb. Biz Moskvada sənədləri tərtib etməyincə, burada heç nəyi rəsmiləşdirməyəcəklər. Amma deyirdiniz ki, Monsieur Leroy ilə hər şeyi danışıb həll etmişsiniz. Biz artıq onunla razılaşmışıq. Renat donquldandı. Amma mən bunun belə vacib və əhəmiyyətli bir məsələ olduğunu bilmirdim. Olduqca vacibdir. Siz əslində danışıqları pozmusunuz. Plavnik izah etdi. Mən sizin bunu hansı məqsədlə etdiyinizi anlaya bilmirəm. Əgər siz öz aktivlərinizi etibarlı idarə etmək üçün Leruya vermək istəyirsinizsə, həyat yoldaşınızı xatırlatmaq nəyə lazım idi? Əgər vermək istəmirsinizsə, onda bura nə üçün gəlmişsiniz? Renat Ravelyeviç, bəzən sizin davranışlarınız o qədər də məntiqli olmur və mən onları anlaya bilmirəm. Mən özüm də heç nə anlaya bilmirəm. Renat boynuna aldı. Bir tərəfdən biz həqiqətən danışıb razılaşmışdıq. Mən də hər şeyi qol çəkməyə hazırlaşırdım. Amma digər tərəfdən dünən gecə o bizim razılaşmanın şərtlərini bir qədər dəyişdirdi. Mən də fikirləşdim ki, öz aktivlərimə nəzarətdən imtina etməkdə o qədər də haqlı deyiləm. Siz qətiyyətli olmalısınız. Yusif Barsoviç əllərini yana açdı. Bu sirli Mr. Leroy kimdir axı? Tamara söhbətə müdaxilə etdi. Əgər heç nəyi qol çəkmək istəmirsinizsə, onda bura nəyə gəlmişsiniz? Həm də sizin razılaşmalarınızdan və nigah bağlamağınızdan nə üçün mənim xəbərim olmayıb? Sən bundan hələ təyyarədə olanda xəbər tutmusan, Renat xatırlatdı. Voldemar Leroy ilə razılaşmalara gəlincə, bu mənim problemimdir. Sən isə mənim katibəm kimi işləməli və lazımsız suallar verməməlisən. Yusif Barsoviç, siz İnanın bütün iddialardan imtina etdiyi və mənim aktivlərimi Belçika vətəndaşı Voldemar Leroy'a verməyimə etirazı olmadığı haqda Rusiya notariusu tərəfindən təsdiqlənmiş məktubunu ən qısa vaxt ərzində təşkil edə bilərsinizmi? İndi Moskvada artıq gecədir. Plavnik xatırlatdı. Bunu yalnız burada gecə olanda təşkil etmək olar. Mən əvvəl öz notariusuma zəng edəcəyəm. Ondan sonra isə siz öz həyat yoldaşınızla danışarsınız. Onlar işə saat neçədə başlayırlar. Renat xəbər aldı. Təxminən səhər saat 10-da. O vaxt burada gecə saat 2 olacaq. Deməli, biz bu gecə yatmırıq və gecə saat 2-də sizinlə görüşürük. Şəripov qərar aldı. Ümid edirəm ki, hər şeyin ötəsindən gələ biləcəyik. Mən daha sizə lazım deyiləm. Tamara incik halda soruşdu. Yox, onda mən gedim. Belə ucqar yerdə ilişib qalmaq adama ağır gəlir. Ətrafda çoxlu gözəl çimərliklər var, amma bu körfəzdə hansısa zəhərli meduzalar yaşayır. Ona görə də burada çimmək olmaz. Mən də özümlə bir neçə çimərlik kostyumu gətirmişdim. St. John'a qaydanda hovuzu ya da öz çimərliyi olan 5 ulduzlu otel tutarıq. Renat təklif etdi.
Ümid edirəm ki, burada işimizi tez bitirəcəyik. Ən gecə 2 günə. Sonra normal istirahət edək, hətta gündə qaralı da bilərik. Sənə əlavə 3 gün istirahət verəcəyim. Sağ olun, Tamara başını tərpətdi. Bunu sizin yadınıza salarım. Onlar otaqdan çıxdılar. Renat fikirli halda öz telefonuna baxdı. Tamaraya əlavə 3 gün üçün nahaq söz verdi. Bütün sənədləri imzaladıktan sonra elə də çox pulu qalmayacaqdı. Hətta onlara maaş da verə bilməyəcəkdi. Üstəlik Kiyevdəki ev də onun olmayacaq. Adama ağır gəlir. Necə ola bilər ki, Gülşenko evi həmin dağ sıçanlarının birinə versin? Axı Renat əlindən gələni etmişdi ki, qohumlarını müflisləşdirsin və Xırkov birliyini onlara verməsin. Amma indi Gülşenko Kiyevdəki evi Stepana bağışlamaq istəyir. Bu, Renata toxunurdu. Yenə dayısının hədəsini xatırladı. Gülşenkonun zarafat eləmədiyini çox yaxşı başa düşürdü. İnna sabah həmin məktubu hazırlamasa, ola bilər ki, biri gün onun qapısını muzlu qatil döysün. O vaxt İnnanı xilas etmək mümkün olmayacaq. Nə qədər ki, Gülşenko ikinci dəfə yox olmayıb, bu Damkol qılıncı Yunan əsatirlərindən gələn ifadədir. Zahiri əmin-amanlıq arxasında gizlənən daimi təhlükə mənasını verir. Qılıncı Şəripov ailəsinin başının üstündən asılacaq. Renat bu fikirdən qorxdu. İlk dəfə idi ki, ağlından belə bir şey keçirdi. Gülşenkonun ona vəd etdiyi $1 milyon pul demək olmazdı. Bu, hətta dilənçi payı da deyildi. Onun kapitalının 1% idi. Kapitalın öz faizindən bundan çox alırdı. Əlbəttə mənzilə görə minnətdar olmalıdır. Amma bu, Şəripovun alacağı yeganə hədiyyədir. Həmin mənzildən başqa heç nəyə sahib olmayacaq. Renat üzünü turşutdu. Ümumiyyətlə, nə üçün belə hesab edir ki, hər şeyi dayısına qaytarmalıdır? Nə üçün hər şeyi itaətlə qaytarmaq üçün bura gəlib? Ona görə ki, Gülşenko öz arvadını, onun oğlunu öldürdükdən, o qədər cinayət törətdikdən sonra yenə də milyarder kimi yaşasın. Məgər bu ədalətlidir? Nə üçün millətçi Stepan Gülşenkoya kömək etsin? Nə üçün özünün keçmiş cinayətlərinə görə cavab verməsin? Renat başını buladı. Bu barədə fikirləşməsə yaxşıdır. O, heç vaxt Gülşenko ilə bacarmaz. Gülşenko onun arxasında da ola bilər, yanında da. O qədər əlçatmaz və yenilməzdir ki, əgər Yosif Parçovçun yaxud otel sahibinin Vladimir Gülşenkonun özü olduğu ortaya çıxsa, Renat buna təəccüblənməz. Dayısının əlindən hər şey gələ bilər. Otaqdan çıxıb aşağı düşdü. Notariuslar artıq geniş qonaq otağına yığışmışdılar. Plavnik də onların yanında idi. Öz notebooklarında görünən hansısa sənədləri qızğın surətdə müzakirə edirdilər. Nə olub? Renat maraqlandı. Aktivlər həddindən artıq çoxdur. Plavnik şikayətli səslə bildirdi. Mən onsuz da başa düşə bilmirəm ki, nə üçün hesab və aktivlərinizin hamısını Müssoleriyə vermək istəyirsiniz. Üstəlik, Şamplenlə müxtəlif banklarda olan yeni hesablar tapıb üzə çıxarır. Biz indiyədək onların barəsində heç nə eşitməmişik. Qorxuram ki, balans hesablarının yekunlaşdırılmasına bir neçə gün əlavə vaxtımız geçsin. Axı cənab Leclerc də bura gəlməli idi. Renat xatırlatdı. O mənim şəxsən tanıdığım fransız vəkildir. O qəzaya düşüb, Şamplen cavab verdi. Deyəsən onu maşın vurub, ayağı zədələnib. Biz cənab Leclerc'in köməyi olmadan da hər şeyi aydınlaşdırmağa çalışacaq. Mackenzie dedi. Renat fikirləşdi ki, həddən çox anlaşılmaz təsadüf baş verir. Antiguaya məhz onun şəxsən tanıdığı vəkil gəlməyib. Təxminən saat yarımdan sonra Anzor və Pavel təngənəfəs halda gəlib çıxdılar. Onlar bütün ətrafı axtarmış, amma yoxa çıxan Rumun jurnalisti tapa bilməmişdilər. Mehmanxana sahibi xeyirxahlıq göstərərək onlara izah etdi ki, Qalesko zəng vurub və bu gün gec gələcəyini bildirib. Düşünmək olardı ki, bugün daha heç bir qeyri-adi hadisə baş verməyəcək. Qaleskodan başqa hamı şam yeməyinə yarışmışdı. Hətta Qaradinməz və
Solğun sifətli Ketrin də masanın arxasında oturmuşdu. Amma demək olar ki, heç nə yemirdi. Kişilər ağ şərab içirdi. Tamara arabir sakitcə köks ötürürdü. Axı burada sevgi macərası üçün münasib bir kişi də ola bilərdi. Lakin notariusların heç biri onda maraq oyatmırdı. Mühafizəçilərlə özü görüşmək istəmirdi. Az-çox ümid bəslədiyi Rumin jurnalist isə şam yeməyinə gəlməmişdi. Gənc qadın bu səbəbdən bir qədər kədərli ovqatla masa arxasında oturanlara tamaşa edirdi. Axşamdan xeyli keçmiş kişilər arıtmaya çıxdılar. Tamara öz otağına qalxdı. Futbol və Antiguada balıq ovunun milli xüsusiyyətləri haqqında gedən bütün bu söhbətlərə qulaq asmaq onun üçün maraqsız idi. Təxminən 40 dəqiqə sonra Tudor Qalescu nəhayət gəlib çıxdı. O salamlaşıb öz otağına qalxdı. Anzo Renatın üzünə baxıb gözlədi. Şəripov başını buladı. Belə gec vaxtda qalmaqal yaratmaq istəmirdi. Onun ağlına da gəlməzdi ki, cəmi bir saatdan sonra eyni vaxtda bir neçə polis maşını bu otelə yaxınlaşmalı olacaq. 10 dəqiqədən sonra Qalescu aşağıya düşdü. Siqar çıxarıb məmnuniyyətlə çəkməyə başladı. Renat ona yaxınlaşıb soruşdu. Siz haradaydınız? Biz sizi şam yeməyində gözləyirdik. Ləngidim. Qalescu cavab verdi. Şəhərdəydim, ona görə də biraz yubandım. Mənə dedilər ki, sizin köməkçiləriniz məni tapmaq üçün adanın yarısını axtarıblar. Biz sizə görə narahat idik. Renat danışa-danışa jurnalistin danışıq tərzinə, ədalarına fikir verir, üzünə diqqətlə baxaraq plastik əməliyyatdan sonra qalan çapıq izlərini axtarırdı. Hərçənd başa düşürdü ki, belə izləri görmək mümkün deyil. Anlayıram. Qalescu xeyirxahlıqla cavab verdi. Ancaq sizin köməkçiləriniz məni elə canfəşanlıqla axtarırdılar ki, elə bil mən bu adanın ən qorxulu cinayətkarıyam. Bir halda ki, burada deyildiniz, bunu hardan bildiniz? Daşların və təpələrin də qulaqları var. Gözləri də. Plavnik Renata yaxınlaşdı. Artıq gecənin yarısıdır. O saata baxaraq dedi. Mən öz otağıma çıxıb notarius dostuma zəng etməyə çalışacağım. Düzdür, onu yuxudan oyatmaq lazım gələcək, amma hər şeyi qısa vaxtda həll etmək lazımdır. Sonra isə siz öz həyat yoldaşınıza zəng vurarsınız. Yaxşı, amma siz buradan da zəng vura bilərsiniz. Mənim telefonumda roaming var. Renat öz telefonunu ona uzatdı. Yox, Yusuf gülümsədi. Siz mənim yaşımı unudursunuz. Mən artıq dost-tanışlarımın telefon nömrələrini yadda saxlaya bilmirəm. Gərək telefon kitabçasına baxım. Ya da mənim üçün daim həmin kitabçanı əvəz edən Tamaranın köməyindən istifadə edim. O dönüb pilləkən nə tərəf getdi. Serdük qaşqabaqlı halda kresloda oturub Plavnikin ardınca baxırdı. Mackenzie qızının çiynini qucaqlayıb ayı göstərir və nə isə deyirdi. Anzorlu Pavel salonun dərinliyində rahat kreslolarda oturmuşdular. Hər şey yaxşı görünürdü. Ancaq cəmi bir neçə saniyədən sonra bərk çığırtı eşidildi. Son.